Salam, hər birinizi xoş gördük. Mənim adım Zəhradır. Bugün sizə FM Network sistemindən, yəni bizim biznes modelindən danışacağım. FM Network məhdud məsuliyyətli cəmiyyəti Azərbaycanın ilk yerli və qanuni şəbəkə marketinqi şirkətidir. Şirkət 1 iyul 2024-cü ildə 2 saylı ərazi vergilər baş idarəsində dövlət qeydiyyatına alınmışdır. Şirkətin rəhbəri Firuz Məhərrəmovdur. Şirkətin məqsədi minimum sərmayə ilə maksimum gəlir verərək insanların sərbəst şəkildə öz bizneslərini qurub qazandırmaqdır. Yəqin bilirsiniz ki, bir məhsul zavoddan çıxıb, alıcının əlinə çatana qədər qiymətinin üzərinə çox gəlirlər əlavə olunur. Təxminən 80%-ə qədər. Yəni, məhsul 20 manata başa gəlirsə, siz onu 100 manata alırsınız. Bu fərq arada olan distributorlara topdan satış və pərakəndə satışa gedir. Bəs şəbəkə marketingi, FM Network marketingi nə deyir? Deyir ki, məhsulu alıcının əlinə birbaşa biz çatdırırıq. Arada qalan o 80%-i də şirkət və networkçular arasında bölüşdürək. Bax, bizim gəlir mənbəyimiz də elə bu hissədir. FM Network'un məhsulları qolbağlar, parfumlar, məişət əşyaları və məişət texnikaları, elektronika məhsulları, salon ləvazimatlarıdır. Və gələcəkdə ölkə daxili istirahət paketlərinin də satışı bu məhsul siyahısına daxil ediləcək. Ən vacibi, bizdə məhsul sadəcə bir vasitədir. Siz ömrünüzdə bir dəfə hər hansı bir məhsulu sifariş edirsiniz, müqavilə bağlayırsınız və şirkətdən biznes plan əldə edirsiniz və sizin şəxsi kabinetiniz aktiv edilir. Gəlin bundan sonra pul qazanmaq üçün nə iş görəcəyimiz və sistemin necə işlədiyi ilə tanış olaq. Şərti olaraq götürək ki, siz gəlib qeydiyyatdan keçdiniz və 1 ballıq məhsul sifariş verdiniz. Siz öz 2 nəfərinizi üzv edirsiniz, onlar da sizin kimi bir məhsul alaraq şirkətə üzv olurlar. Bu zaman 1 bal sağda, 1 bal solunuzda yaranır. Şirkətin qazanc planına görə sağınızda 2 və solunuzda 2 bal yarandıqda balanslaşma yaranır və siz 30 manat qazanırsınız. Demək ki, sizin dəvət etdiyiniz şəxslər də hərəsi öz bir nəfərini üzv edən kimi 30 manat qazancınızı əldə edirsiniz. Sonra bu yeni gələnlər də öz yaxınlarını dəvət edir, onlar da bir məhsul alaraq sistemə üzv olurlar. Bu dəfə isə sizin sağda 4 və solunuzda 4 bal yaranır. Siz də bu balanslaşmaya görə 60 manat qazanırsınız. Bu minvalla davam etdikcə şəbəkəniz binari sistem olaraq 2-yə vurularaq artır. 2 olur 4, 4 olur 8, 8 olur 16 və s. Sizin gəlirləriniz də hər dəfə 2 qat artır. 30 manat, 60 manat, 120 manat və s. Deyək ki, hər gələn nəfər öz 2 nəfərini ən gec 1 aya üzv edərsə, 1 ballıq qazanc sisteminə görə birinci ay siz heç nə qazanmırsınız. Biraz əvvəl qeyd etdiyimiz kimi, sistemin qazanc planına görə 2-nin 2-yə qazanc verir. İkinci ay 30 manat qazanırsınız. Üçüncü ay 60, dördüncü ay 120 manat. Bu minvalla 12-ci ayın sonunda, yəni 1 ilin sonunda 61.440 manat qazanc əldə etmiş olursunuz. Əgər hərə öz 2 yaxınını bir həftəyə üzv edərsə, 12 həftənin sonunda bu 61.440 manatı qazanmış olur. İkinci qazanc planında isə hər kəs öz qazandırmaq istədiyi yaxınlarını sistemə 2 ballıq məhsul alaraq üzv edərsə, qazancı il sonunda 128.880 manat olur. Şirkətin gündəlik, həftəlik, aylıq və illik qazanc limitləri də var. Maksimum qazanc potensialı belədir. 1 ballıq sistemdə gündəlik limit 1050 manat, 2 ballıq sistemdə isə 2100 manatdır. Bu da aylıq 60.000 manatdan yuxarı gəlir deməkdir. Bizim şirkətdə 6 dənə titul var və hər titula görə sizə həm voucher bonusu, həm də əlavə hədiyyələr verilir. Gəlin bir-bir baxaq. Birinci, FM Doğru Yol. Bu ilk titulunuzdur. Onu almaq üçün sizin həm sağınızda, həm də solunuzda 100 balans yaranmalıdır. Bu titula çatanda voucher bankınızdan 240 manat alırsınız. Əlavə hədiyyə olaraq isə 3 ay olmaqla hər ay 100 manatı 3 dəfə toplamda 300 manat əldə edirsiniz. İkinci, FM Manager. Növbəti titul üçün bal tələbi sağda 500, solda 500-dür. Bu mərhələdə voucher bankdan 600 manat əldə edirsiniz. Əlavə hədiyyə isə 250 manatdır, hansı ki 4 ay, yəni 4 dəfə ödənilir.
Üçüncü, FM VIP Manager. Bu titulda sağınızda 1000, solunuzda 1000 bal toplanır. Bu titulun voucher bonusu 1600 manatdır. Əlavə hədiyyə isə 450 manat 4 ay ödənilir. Dördüncü, FM Direktor. Artıq böyük titullara keçirik. Bu titul üçün sağda 5000, solda 5000 bal toplanmalıdır. Buradakı voucher bonusu 8000 manatdır. Əlavə hədiyyə isə 600 manat 6 ay bonus olaraq verilir. 5-ci, FM VIP Direktor. Bu titulun tələbi sağda və solda 10.000 baldır. Voucher bonusu 10.000 manatdır. Əlavə hədiyyə isə ayda 1000 manatdır və müddəti 12 aydır. 7-ci, FM Dividend. Bu ən yüksək titul və ən böyük hədəfdir. Tələbi sağda 20.000 və solda 20.000-dir. Bu titula çatanda 3 otaqlı ev sizə hədiyyə verilir. Əlavə olaraq sizin komandanızın şirkətə gətirdiyi ümumi gəlirin 1% daimi olaraq sizə gəlir. Gördüyünüz kimi qazanc potensialı çox böyükdür və hər irəliləyişiniz böyük bonuslarla qiymətləndirilir. Niyə FM Network? Bu sərbəst işdir. Başınızın üstündə heç bir rəis, müdür, direktor yoxdur. Sizin məqsədləriniz sizin rəisinizdir. Liderlər sizə dəstək olurlar, siz də özünüz lider kimi yetişirsiniz. Nə qədər istəsəniz o qədər qazana bilərsiniz. Ən əsası, risk sıfıra bərabərdir. Təqdimatımızın sonuna gəldik. İnanırıq ki, FM Network'un qazanc imkanları və qanuni əsasları sizi ciddi şəkildə maraqlandırdı. Əgər bu maliyyə modelini dərindən anlamaq üçün əlavə suallarınız yaranarsa və ya kiçik, risksiz bir sərmayə ilə FM Network komandasına qoşulub öz sərbəst yüksək gəlirli ailə biznesinizi qurmaq qərarına gəlsəniz, zəhmət olmasa bu materialı sizə təqdim edən şəxslə dərhal əlaqə saxlayın. Unutmayın ki, bu biznesdə pul qazanmaqla yanaşı geniş ətraf, böyük əlaqələrə sahib olursunuz. Çünki bu şirkətdə bütün sahələrdən insanlar çalışır. FM bir ailədir. Siz də bizim mehriban ailəyə qoşula bilərsiniz. Bu fürsəti qaçırmayın. FM Network sizin ailənizin biznesi. Sona dək dinlədiyiniz üçün təşəkkür edirik. Məlumatı sizə təqdim etdik. Yekun qərar sizindir. Fəaliyyətinizdə uğurlar arzuluyuruq.